Salam əziz İntibah TV izləyiciləri. Qan yaddaşımız 23 iyul 1993-cü ildə Ağdam Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. Bu işğal nəticəsində şəhərin böyük hissəsi nəzarətdən çıxdı. On minlərlə insan öz doğma yurdunu tərk etməyə məcbur oldu. Yaşayış məntəqələri, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları və digər tikililər dağıdıldı. Bir vaxtları Qarabağın inkişaf etmiş rayonlarından olan Ağdam sonradan xarabalığa çevrildi. Bu mənzərə illərlə həm ağrının, həm də yurd həsrətinin simvolu kimi xatırlandı. Heç kim təsəvvür etmirdi ki, bir gün o küçələr boş qalar, o evlər dağılar, yurdun sakinləri isə bu torpaqlardan didərgin düşəcəkdilər. Lakin Ağdamın tarixi yalnız işğalla yazılmadı. 2020-ci ildə baş vermiş 44 günlük vətən müharibəsindən sonra imzalanan üst tərəfli bəyanata əsasən 20 noyabr 2020-ci ildə Ağdam rayonu Azərbaycana qaytarıldı. Azərbaycan ordusu Ağdama daxil oldu və üçrəngli bayrağımız yenidən o torpaqlarda dalğalandı. Bu, təkcə bir rayonun geri qaytarılması deyil. Bu, illərlə yurd həsrəti ilə yaşayan insanların ümidinin gerçəyə çevrilməsi idi. Bugün Ağdamda geniş miqyaslı bərpa və yenidən qurma işləri həyata keçirilir. Yeni yollar salınır, yaşayış məhəllələri tikilir, sosial və mədəni obyektlər inşa olunur. Məqsəd Ağdamı yenidən canlı, müasir və inkişaf edən şəhəri çevirməkdir. Tarix bizə bir həqiqəti öyrədir. Torpağın dəyərini onu itirən daha yaxşı anlayır. Buna görə də keçmişimizi unutmadan gələcəyimizi qurmaq hər birimizin məsuliyyətidir. Şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Diqqətiniz üçün sağ olun.